İnsan tarihi boyunca ölümsüzlük axtarışında olub. Ölüm insan üçün ən böyük naməlumluqlardan biri olaraq qalır. Hər dövrdə insanlar ya ölümün qarşısını almağa, ya da onu anlamağa çalışırlar. Qədim Mesopotamiya hökmdarı Gilgameş öz qardaşı və ən yaxın dostu Enkidunun ölümündən sonra böyük bir qorxuya düşür. Ölümlü olduğunu dərk edir. O ilk dəfə anlayır ki, ölüm təkcə kasıbların və zəiflərin deyil, hamının qaçılmaz taleyidir. Gilgameş uzun bir səfərə çıxır. O keçmişin peyğəmbərlərini, biliciləri tapır. Onlardan əbədi həyatın sirrini öyrənmək istəyir. Lakin qarşılaşdığı hər kəs ona bir həqiqəti deyir. Ölüm insanın taleyidir. Nəhayət, Gilgameşin rastına çıxan bir müdrik dedi. Dənizin dibində ölümsüzlük otu var. Əgər onu tapsan, gəncliyini geri qaytara bilərsən. Gilgameş bu ot üçün dənizin dibinə dalır və onu tapır. Lakin səfərdən yorğun düşən zaman ilan həmin otu oğurlayır və Gilgameşin son ümidini məhv edir. O başa düşür ki, ölümsüzlük ona qismət deyil. O evinə qayıdır və ölümü qəbul edir. Min illərdir insan ölümsüzlük arzusuyla yaşayır. Bəlkə də bu, ölümün qaçılmazlığını dərk edən, yeganə canlı olduğumuz üçün bizə xas bir xüsusiyyətdir. Hər bir mədəniyyət, hər bir dövr öz ölümsüzlük axtarışını fərqli şəkildə aparıb. Lakin bu sual hələ də açıq qalır. Ölümsüzlük mümkündürmü? İnsan qədim zamanlardan bəri sonsuzluğun sirrini tapmağa çalışıb. Tarixdə ilk qeyd olunan ölümsüzlük axtarışında Gilgameşin taleyi bugün bizə nə öyrədir? Bəlkə də insanın ölümsüzlüyü onun bədənində deyil, yaratdığı izlərdədir. İnsan ölümsüzlük axtarır. Lakin əvvəlcə biz kimi və necə var olduq sualına cavab tapmalıyıq. Fərqli dinlər və fəlsəfi cərəyanlar ölümə müxtəlif yanaşmalar gətirir. Müxtəlif inanclara görə insan ya tanrılar tərəfindən yaradılıb, ya da ruhlar dünyasından yer üzünə göndərilir. Dinlərin böyük əksəriyyəti insan ruhunun bir formada varlığını davam etdirdiyini deyir. Ancaq elmi yanaşma insanın bədəninin maddi şəkildə var olduğunu qəbul edir. Bu səbəbdən insan bioloji ölümsüzlük axtarışına yönəlibdir. Bioloji baxımından insan hüceyrələrdən, genetik kodlardan və enerjidən ibarətdir. Kvant fizikası isə deyir ki, biz əslində enerji dalğalarından ibarətik. Bəs şuurumuz, biz təkcə maddədən ibarətik, yoxsa beynimizdən kənara çıxan bir ruhumuz var? Elm bu suala belə cavab verir. Biz kainatın öz təkamül prosesinin bir parçasıyıq. Bu suallar hələ də elm üçün açıq qalır. Amma bir şey dəqiqdir. Biz kainatın özü ilə bağlıyıq və onun bir hissəsiyik. Eynən dinlərdə deyildiyi kimi. Ondan gəlmişik, ona da qayıdacağıq. İnsan varlığının sirri min illərdir ki, filosofları, alimləri və adi insanları düşündürür. Dinlər
insanın ilahi qüvvə tərəfindən yaradıldığını iddia etsə də, elm insanın mənşəyini təkamül və bioloji proseslər vasitəsilə izah edir. Bəs biz nədən ibarətik? İnsan bədəni mürəkkəb və incə tənzimlənmiş bir sistemdir. Kimyəvi tərkibimiz, hüceyrələr və DNT, orqanlarımız və sistemlər, beyin və şuur. Beyin insanın ən mürəkkəb orqanıdır. 86 milyard neyron bir-biri ilə əlaqə quraraq düşüncə, yaddaş və duyğularımızı formalaşdırır. Buna görə insan beyninin mürəkkəbliyi bizi digər canlılardan fərqləndirir və şuur sahibi edir. Elm göstərir ki, insan təkamül nəticəsində meydana gəlib və milyon illər ərzində inkişaf edib. Biz əsasən oksigen, karbon və sudan ibarət olmağımıza baxmayaraq, bədənimizin iş prinsipi son dərəcə mürəkkəbdir. İnsan özü və kainat haqqında nə qədər çox öyrənirsə, bir o qədər çox suallar yaranır. Ölümsüzlüyü axtarışı kimi, insanın yaranışı da bizi düşündürməyə davam edir. İnsan sadəcə yer üzündə yaşayan bir varlıqdır, yoxsa kainatın özünü dərk etməsi üçün yaradılmış bir gözdür? Kainatın fiziki qanunları elə incə tənzimlənib ki, həyatın və insanın mövcud olması mümkün olsun. Əgər cazibə qüvvəsi və digər fundamental qüvvələr bir qədər fərqli olsaydı, nə ulduzlar, nə planetlər, nə də həyat mövcud ola bilərdi. Bəs bu tənzimlənmə təsadüfdür, yoxsa kainatın dərin bir məqsədi var? Bəzi filosoflar və kvant fizikləri kainatın bir növ şuura malik olduğunu iddia edirlər. Bu nəzəriyyəyə görə kainatın hər hissəsi müəyyən səviyyədə şuurludur və insan bu kosmik şuurun bir hissəsidir. Əgər gələcəkdə texnologiya kifayət qədər inkişaf etsə, İnsanlar reallığı tamamilə simulyasiya edə bilər. Bu halda bizim də hansısa yüksək inkişaf etmiş sivilizasiya tərəfindən yaradılmış bir proqramın içində yaşadığımız mümkündür. Fəlsəfi olaraq insanın varlığı təkcə yaşamaq üçün deyil, həm də yaratmaq və kəşf etmək üçündür. Bizi digər canlılardan fərqləndirən xüsusiyyətlər sənət, elm, fəlsəfə və texnologiya bizim kainatla olan münasibətimizin bir hissəsidir. Biz bəlkə də kainatın ən yaradıcı parçasıyıq. İnsan kainatın bir toz zərrəciyidir. Lakin bu zərrəcik şuur sahibdir. Biz sadəcə təsadüfi olaraq meydana çıxmış bioloji varlıqlar ola bilərik, amma eyni zamanda kainatın dərk edən və öz yerini araşdıran canlılarıyıq. Qədim Gilgameş ölümsüzlüyü axtararkən insanın fani olması ilə barışmalı oldu. Min illər sonra elm, texnologiya və fəlsəfə bu axtarışa yeni bir üfüqlər açdı. Biz həqiqətən ölümsüzlük istəyirik, yoxsa yaşadığımız müddətdə mənalı bir iz buraxmaq? Ölümsüzlük axtarışı bitməyib. Bu, insan var olduqca davam edəcək.